lütf eyləsin aşiqlərə tari, gecə yarı, ta ki qovuşa yarınə yarı, gecə yarı. Zülfün üfüqündən çıxa ay üzlü gözəllər, hər kəs gedə öz mahinə sarı, gecə yarı. Kör eyləməsin bad-ı fələk şəmi ümidi, yansın hamının nur ilə narı, gecə yarı. Mən cari dua eylədim əvvəl, o mələkru yad eyləyə bəlkə məni zarı, gecə yarı. İsa kimi hicründə yuxum ərşə çəkilmiş, İsa kimi hicründə yuxum ərşə çəkilmiş, bir dəfə o mahın görə bari, gecə yarı. Kaşanəyə yetməz bilirəm ahı fənai, kaşanəyə yetməz bilirəm ahı fənai, şahın axı nökərlə nə karı, gecə yarı. Şahın axı nökərlə nə karı, gecə yarı. Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyirli, bərəkətli olsun əziz dəyərli tamaşaçılarımız. Qum Danələri verilişində bir daha xoş gördük sizi. Həmişəki kimi qonağımız dəyərli alim ruhani Hacı Fariz Xammədlidir. Hacı, xoş gördük sizi. Çox sağ olun. Allah sizdən razı olsun. Allah bu ayda tutduğumuz orucları qəbul eləsin inşallah. Amin cümləmizdən inşallah. Salamlayıram mən də sizi, Simabuzda bütün izləyicilərimizi. Allah sizdən razı olsun. Həqiqətən feyz verirsiniz. Həmişə biz düşünürük ki, bir mövzu ilə bərabər istəyirik sizlə başlayaq. Birdən sizin oxuduğunuz qəzəl, özünüz bilirsiniz, yəni siz nə qəzəl oxuyacaqsınızsa, mən onu qabaqcadan bilmirəm. Amma siz onu oxuyandan sonra qəzəlin dərinliyində, əmiqliyində batırıq bərabər sizinlə, o bizi aparır. Allahın izni ilə elə çox gözəl olur, bir mənəvi ab-hava qatır verilişimizə. Allah sizi qorusun, Allah sizi bu xalqa çox görməsin. Təşəkkür edirəm. Allah sizin qədrinizi bilməyi bizə, əziz izləyicilərimizə, bütün xalqımıza nəsib eləsin inşallah. Çox sağ olun Hacı, təşəkkür edirik. Var Allah olasın. sizi qorusun. Hacı, dünənki verilişimizdə biz bu sual ətrafında danışdıq ki, Allaha gedən yollar hansılardır və bugün istəyirəm biraz sualı dərinləşdirək. Allaha gedən yolun ibtidası, yəni hardan başlayır Allaha gedən yollar? Allah sizdən razı olsun. Çox gözəl sualdır. Zaman-zaman bizim həm fəlsəfəçilər, həm din xadimləri, ümumiyyətlə ictimai xadimlər bu məsələlər barəsində danışırlar. Ümumiyyətlə son dönəmdə insanlar hərəsi öz fikrini ortaya qoyur. Təəssüflər olsun, bəzən istinadsız danışırlar. Çox maraqlıdır Hacı Fənai. Mən bu yaxınlarda bir nəfərlə bir verilişdə idim, danışırdıq. Adam deyir ki, mən heç vaxt istinad eləmirəm. Tanınmış bir alimdir, yazısıdır. Deyir, mən istinad eləmirəm. Mənə çox qəribə gəldi. Deyirəm, axı necə ola bilər insan istinadsız danışsın? Yəni, nə düşünürəmsə onu danışıram. Yəni, belə olmaz axı. Adam istinadla danışmalıdır. İstinad elədiyi fikirləri səsləndirəndən sonra ola bilər öz fikrini də desin adam. Orada bəli öz fikrini deyəndə özünə istinad eləyə bilər. Amma əsas fikirlər, mən hətta bir yerdə bunu demişdim. Demək, bir mövzu barəsində keçmiş alimlərin fikirlərini araşdırmışdım. Öz zehnimə də bir fikir gəlmişdi. Məsələn, mənim də bu mövzu barədə fikrim budur. Hətta məqalə yazmışdım tələbəlik illərində o haqda. Sonradan mən biraz da araşdırma elədim. Gördüm ki, bizim keçmiş mənbələrdə, İslam tarixində alimlərdən bir nəfər bu fikri səsləndirib, mən dediyim fikri və hətta biri nəql eləyir onu, həmən fikri, deyir, birdən bir adamın bu mövzu barədə ağlına belə bir şey gələ bilər, deyin biləsiniz ki, bu ən zəif söz və nəzəriyyə olar bu mövzu barəsində. Yəni, o ki, mən onu öz fikrim olaraq təqdim eləmişdim, bu böyük fikirdir filandı, mən gördüm ki, tarixdə bu ən zəif fikir kimi səsləndirilib. Yəni, demək istəyirəm ki, alimlər, dahilər keçmişdə böyük fikirlər səsləndiriblər. Xüsusilə bizim işimiz fəlsəfi mövzularda, dini mövzulardadırsa, burada Allahın sözü var, böyük alimlərin sözü var, Peyğəmbərin, imamın sözü var. Yəni, insan özü özündən fikir səsləndirir. Mən belə düşünürəm, bu ayə belə demək istəyir. Bunlar yanlışdır. Çox adamlar son zamanlar
insanlar da belə edirlər. O gün bir nəfərlə görüşmüşəm, adam bütün fəlsəfəsini qurub bunun üstündəki İslam quldarlıqdır. Deyirəm necə? Deyir məsələn Allah Quranda demir insanı niyə yaratmışam. Sual verir mən. Allah insanı niyə yaradıb? Deyirəm Allah insanı yaradıb, insan Allaha tərəf addımlasın, kamilliyə tərəf. Mərhum Şəhid Sədrin fikridir də bu. İnsan xilqətinin yaradılışının səbəbi nədir? Səbəb Allaha tərəf, kamilliyə tərəf addımlamaq. Qurani-Kərimdə Allah insanı niyə yaradıb barəsində bir neçə dənə söz deyilir. Onlardan biri budur ki, "Mə xalaqtul cinnə vəl ins." İnsanları, cinniləri mən yaratmadım məgərin ki, mənə ibadət eləsinlər. İbadət eləsindən məqsəd İmam Sadiq əleyhissalam buyurur, bu ayədə ibadətdən məqsəd tanımaqdır. Liyarifundur. Tanısınlar mən. Deməli adam öz fəlsəfəsini qurub bunun üstündəki Quranda ayə keçir, mən insanları mənə ibadət eləmək üçün yaratmışam. Deyir bu köləlik prinsipidir. Allah insanı kölə olaraq yaradıb. Qul kimi yaradıb. Bu quldarlıqdır. Mən yaratmışam ki, mənə sitayiş eləsinlər, ibadət eləsinlər, itaət eləsinlər. Deyirəm, yox, o ayə bir dənə ayədir xilqət barəsində. Başqa ayə də var, inni cailun fil ərzi xəlifə. Mən yer kürəsində öz xəlifəmi yaradıram. Sən buradan buna nökər adı qoyursan ibadətə, itaətə görə ki, orada İmam Sadiq əleyhissalam buyururdu, tanımaq məqsəddir və hədisdə də keçir ki, kuntu kənzən məxfiyyən və əhbəbtu ən oraf. Mən gizlin xəzinə idim, tanınmaq istədim, insanı yaratdım. Allah görünə buydu varlıqdır, nə qədər insana dəyər verir. Buranda bir yerdə deyir ki, biz bəni Adəmi kəramət sahib eləmişik və ləqəd kərrəmna bəni Adəm. Biz Adəm övladını kəramətli yaratmışıq. Mələklərin səcdəsi acı. Səcdə və başqa yerdə də deyir ki, Allah insanı ən böyük məxluqatın içində ən gözəlin yaratdım, insanı yaradan da deyir. Kərim yaratdım. Hətta ariflərdən birindən belə bir söz keçir. Deyir, mən hər bir insanla danışanda onun ehtiramını qorumağa çalışıram. Niyə? Çünki deyir, o Allahın şah əsəridir insan. Və həmçinin deyir, Allah onun barəsində, o insan barəsində kəramət sahibi olaraq deyib, nəql edib. Deyib, kərrəmna bəni Adəm. Yəni, hər kimlə danışanda bunu düşün ki, bir kərim insandır, kəramət sahibi olan insandır. Allah bunu belə yaradıb. Yəni, sən haradan tapdın psixologiyanı, fəlsəfəni ki, deyəsən Allah insanı kölə olaraq yaradıb, kölə kimi görmək istəyib. Bu qədər ayələr var, insanın əzizliyindən danışır, insanın Allah xəlifəsi olmağından, intihası olmayan Allahın, məhdudiyyəti olmayan, qadir mütləq olan Allahın nümayəndəsi kimi qələmə verir insanı özü. Deyir, o mənim yer kürəsindəki xəlifəmdir. Sən onu götürmürsən, bu tərəfdən bir dənə ayə ki, onu özdə düz başa düşməmsən elə ayəni. Əhl-i Beytin təfsirini ayə barəsində görməmsən ki, deyir, orada məqsəd tanımaqdır və tanımaqdır və orada ibadət də ucalmaq üçündür. Səcdədən hər şey əlaya yüksəlir insanlar. Səcdə insan oğlunun ən yüksək halıdır. Ən böyük mərtəbəsidir. Oradan insan ən yüksək mərtəbələrə qalxır. Sən səcdə eləyəndə Allahla danışırsan. Münacat eləyəndə Allahın insana ən yaxın halı haradır? Səcdə. Orada nəcva eləyirsən pıçıltı ilə. Ən üstün olan varlıq sənin ən aşağı səviyyə özünü saldığın, oftada, təvazükar olduğun halınla bərabərləşir. Yəni, bunlar böyük bir məqamlardır. Adam bütün fəlsəfəsini qoyub bunun üstə deyir, İslamı qəbul eləmirəm mən. Niyə? Çünki İslamda köləlik təbliğ olunur. Allah da deyirəm, xeyr, elə deyil. Allah insanı kamillik üçün yaradıb. Quranda sadalanan, hədisdə sadalanan bütün səbəblər xilqət səbəbləri. Onlar kamilliyə tərəf addımlamaq üçündür. İbadət bizə niyə vacib edilib? Kamil olmağımız üçün. Niyə? Çünki biz anbağın kamilliyə tərəf addımlayırıq, o tərəfə gedirik. Hətta biz keçən ilki verilişlərdə bu mövzuya toxunmuşuq, mən buna geniş toxunmaq istəmirəm. Amma sizin sualınız, bu müqəddimə olaraq bunu dedim, bu son dönəmlərdə çox danışılır. Cəmiyyət arasında da danışılır, ictimai, ümumi fəzada da danışılır. Mən bunlara çox diqqət eləmişəm. Allaha tərəf gedən yol hardan başlayır? Bu çox sual olunur bu mövzu. Bizim bir dənə böyük arif və alimimiz var. İslam İşraq fəlsəfəsinin banilərindəndir. Şeyx Şəhabuddin Sohraverdi. Şeyxul İşraq da deyirlər ona. Çox böyük şəxsiyyətdir. Onun müsənnəfatı, yəni təlifləri hamısı bir yerə yığılıb və bizə təqdim olunub 10 cilddə. Hətta bunu bir fransız alim, şərqşünas bir alim bunları yığıb bir yerə bizə təqdim eləyib. Deməli, Henry Corbin adında bir nəfərdir, məşhur fəlsəfəsi və şərqşünasdır. Deməli, bu adam Sohraverdi ilə tanış olur, Sohraverdini tapır.
ərəb Sohraværdinin bir əsərini oxuyur, sonra görür bu fars dilində də yazır, ona görə fars dilini öyrənir, sonra görür bu Azərbaycanlıdır. Türk olub, buna görə gəlir Sohraværddə yaşayır, kətdə Sohravərd kəndinin adıdır. 2 ildir orada yaşadım ki, tam onu başa düşə bilim. Görüm o harda böyüyüb, nə dilində danışıb. Tam onu başa düşür. O Sohraværdinin bir əsəri var, müsənnəfatında təlvihat var. Orada Avazı Pəri Cibril, Cəbrailin qanadlarının səsi. Deyir, Nasut aləmi ilə, yəni maddə aləmi ilə Lahut aləmin bir-birinə Cəbrail qanadları vasitəsilə bağlayıb. Deməli, bizim bütün fəlsəfə burada köklənir. İrfan burada köklənir. Sohraverdi deyir ki, kitab belə başlayır. Bir nəfər öz atasının vilayətinə getmək istəyirdi. Ona dedilər ki, atan xangahda yaşayırdı. Mən bunu bəzi çəkilişlərdə demişəm, amma bu suala cavab olaraq indi vurğulayıram. Xangah keçmişdi sufilərin ibadət məkanı idi. İndi bizim məscid, yəni məscid ibadət məkanıdır. Din əhlinin ibadət elədiyi yer, zikr elədiyi yer, sufilərin yığışdığı otaq, mərkəz, məscid. Gəldi, gördü xangahın 2 qapısı var, biri şəhər tərəfdəndir, biri səhra tərəfdən. Şəhər tərəfdəki qapıdan girmədi, getdi səhra tərəfdəki qapıdan girdi. Demək istəyir ki, yəni Allaha tərəf gedən yol ibadətdən keçir, məsciddən keçir. Məsciddən başlayır. Atavın yanına, orada məqsəd odur ki, kökündə, ata orada kök mənasındadır. Kökümüz hardandır? Başqa aləmdən. Keçən il biz danışmışıq bu haqda. O aləmdən gəlmiş. İndi ora getmək istəyiriksə, yüksəlmək istəyiriksə, ibadət nəticəsində olmalıdır bu iş və o məsciddən başlamalıdır. Sonra deyir, gəldi, gördü məscidin girişi biri şəhər tərəfdəndir, biri səhra tərəfdən. Getdi səhra tərəfdən girdi. Yəni xəlvətdə olmalıdır ibadət. Xəlvətdə ona buna göstərmək üçün yox. Dünən danışdığı ixlas məsələsi, salih əməldən olmalıdır. Səhra tərəfdəki qapıdan girdi. Deməli, bizə bizim din böyüklərimiz, Şahabuddin Sohraverdi kimi Şeyxül İşraq, böyük şəxsiyyət, İslam fəlsəfəsinin bir tərəfi bizdə fəlsəfə, Məşşah fəlsəfəsidir, bir tərəfi İşraq fəlsəfəsi. Biri İbn Sinadır, biri də Şeyx Şahabuddin Sohraverdidir. Yəni İşraqda budur, Əflatunun davamçısı budur. Aristotelin davamçısı İbn Sinadır. Yəni bu böyük şəxsiyyətdir, balaca adam deyil ki, bunu Avropalı alimlər tədqiq eləyiblər bizim üçün. Bu şəxsiyyət burada görür, Allaha gedən yolun başlanğıcı məsciddə görür. İndi gəl dini məsələlər. İmam Rıza əleyhissalam məscid barəsində buyurur ki, məscid Allahın evidir. Allah özünə beyt inşa edir bir yerdə. Allahın evi bizim hər ürəyimiz istədiyimiz yerdə inşa olunmur. Onu Allahın istədiyi yerdə biz inşa edirik, Allah göstərişi ilə. İmam Rıza əleyhissalam buyurur, heç bir yerdə bir məscid bina olmayıb, məgərin ki, haçansa bir məzlumun qanı orada axıdılıb. Ora şəhid qanı tökülüb, ona görə məscid Allah özünə ev seçdiyi yer, torpaq, şəhidin qanının axdığı torpaqdır. Yəni, bu Allah bilir ki, orada məsciddə ibadət olunub, mənə tərəf yüksəlinəcək insanlar. İndi bugün görsən, bəzi adamlar var, mən getdim məscidə, gördüm ki, mən Allaha tərəf getmək istəyirdim, getdim məscidə, gördüm, yox, Allaha tərəf gedən yolun başlanğıc yeri, ibtidası bura deyil, Allaha tərəf gedən yol buradan gelmir. Bu çox yanlış fikirdir. İnsanları məscidlərdən ayırmaq, məsciddən uzaqlaşdırmaq, hələ Allaha gedən yol Allahın evindən başlayır. Bizim böyük din böyüklərimiz Şahabuddin Sohraverdi kimi həm fəlsəfəçi, həm arif, həm mütədəyyin, arif, dindar, böyük şəxsiyyət, elmli, təqvalı bir kişi deyir ki, bizə başa salır, deyir. Oradan başlayır yol. Allaha gedən yol oradan başlayır. Hacı, söhbətin bu yerində bir müdaxilə eləmək istəyirəm. Mübarək Ramazan ayında hansı əməl daha çox Allaha tərəf aparır? Çox gözəl vurğuladınız bu məsələni. Bizə lazım olan məsələ, o Əli ibn Əbi Talib əleyhissalamdan Nəhcül Bəlağada bir söz var. Təxəffəfu və təlhəqu. Buyurur ki, yüngülləşin. Yəni, bəzən görsən insan bir yerə yüksəlmək üçün ona ağırlıq eləyən məsələlər var. Onları özündən atır, sonra qalxa bilir yuxarı. Deyir, yüngülləşin, birləşin. Yəni, nə qədər məsələlər var. Bəzən günah bizi aludə eləyir özünə. Günah bizi öz ağuşuna alır, günah bizim inkişafımızın qarşısını alır, qoymur. Bu ayda ən önəmli məsələlərdən biri tövbə məsələsidir. Çox xüsusi vurğulanır. Bu ay xüsusilə vurğulanır ki, tövbə eləyib bağışlanmaq ayıdır da bu barədə nə qədər hədislər var, ayədə keçir. Yəni biz Allahdan bağışlanmaq istəyək, bu ayda tövbə eləyək, Allaha tərəf addımlayaq. Mən bir neçə dənə bu mövzu barədə məsələyə toxunmaq istəyərəm. Çox gözəl vurğuladınız bunu. Təsəvvür eləyin, bizim Allah bu nizamı, bu aləmi elə nəzmlə yaradıb. Bu aləmdə Allah insanı nəzmlər ki, qurub,
Günahsız insanın üzünə təbəssüm eləyir bütün varlıq. Bunu belə təsəvvür eləmək lazımdır. Məsələn, burada insan ki günah eləmir, onda elə bilirsən ki, hər işim rədifdir, hər işim mürəttəbdir, hər işim nizamlıdır. Sanki hər kəs, bütün varlıq hamısı sənin avazından rəqs eləyir. Sən təravəti aləmdə hiss eləyirsən, gözəlliyi aləmdə hiss eləyirsən. Elə bilirsən ki, hər nə əl-ələ verib səni xoşbəxt eləsin. Sanki o ahəngə, o harmoniyaya qoşulursan. Qoşulursan. Deməli, bu buna görədir ki, Allah aləmi belə yaradıb. Bu aləmdə nizam günahsızların üzünə gülmək üçün yaradılıb. Günahsız insanlara təkan vermək üçün, onları önə çəkmək üçün yaradılıb. İndi insanın daxili də elə yaradılıb, batini də elə yaradılıb. Quran da buyurur elə ki, insan günah eləyir, günah nəticəsində ona acı həyat nəsib ola bilir. İnsan günah nəticəsində sıxıntılara düşə bilir. Bu daxildən də belə olur. Birinci qəlb qaralır. Günah elədiyiz insanın qəlbi qaralır. Qəlb qaralandan sonra insan daxilində problemlər başlayır. Özü ilə yola gedə bilmir. Ətrafla yola gedə bilmir. Elə bilir hər nə əl-ələ verib bunu incitsin. Görürsən insan şikayətlənir. Ancaq şikayətlənir. Mən bu işim belə oldu, bu işim düzəlmədi. Ancaq problemlərdən danışır. Burada belə eləyirəm. O deyir Xudaya çimiş o Baba Tahirdən deyir. Nə olardı deyir. Bir gün bu Baba Tahiri üryan deyir. Bir gün gələrdi, zəhmətsiz yaşayardı. Allah deyir, əgər təqdiri alsaydı deyir, mən bir gün rəhmətlə yaşayım. Bir dənə deyir, ağcaqanadı, ruziqar, fələk bir yerdən götürəcəkdi, gəlib oturacaqdı o rəhmətin rasının üstünə, onu eləyəcəkdi zəhmət. Yəni, mən rəhmətlə yaşaya bilməyəcəkdim. Yəni, adam bəzən bu kimin dilindən deyir? Şüəra bunu özləri üçün demir ki, cəmiyyətin içində bu formada yaşayan insanlar da var, onlara işarə eləyir. Yəni, məsələ budur ki, bəzən olur insan elə bilir hər nə mənim əksimədir, hər nə mənim əleyhimədir. Bunun əsas və ümdə səbəbi günahdır. İnsan ki, günah edir, günah edəndən sonra insanda həm daxilində, həm xarici aləmlə insan arasındakı sinxiyyət pozulur. Mübarizə başlayır, mücadilə başlayır, çətinliklər başlayır. Bu ay ən böyük fürsətdir ki, insan ondan özün qurtarsın. Qurtulma yoludur Ramazan ayı. İnsan məsciddə, ibadətdə, evində, itaətdə, haradadırsa eləyə bilər oradan qurtarsın. Bizdən hədisdə keçir bir yerdə buyurur ki, Allah 4 dənə şey qərar verib və ona zəmanət verib. Biri budur ki, Allah təbarək və Teala tövbə yaradıb insanlar üçün. Tövbə yaradıb və tövbənin eləyənlər üçün bir zaminlik də öhdəlik götürüb özü. Buyurub tövbə eləsiz, mən sizin tövbənizi icabət eləyəcəm, qəbul eləyəcəm. Tövbənizi qəbul eləyəcəm, günahınızı bağışlayacam. Sonra da maraqlıdır, İmam Əli əleyhissalam buyurur ki, istiğfar Allah yaradıb. İstiğfar elə ümumi xüsusdur da, bir amdır, bir də xasdır da. Tövbə ümumi mənadadır, istiğfar onu dilə gətirməkdir. Tövbə qəlbən peşmançılıqdır, istiğfar dildə, dilə gətirib Allahdan istəmək. Deyir, istiğfar eləsiz icabət eləyəcəm yenə deyir. Yəni, xüsusi vurğuluyur. Deyir, tövbə ki, daxilən peşman oldun əməlindən. Peşman oldun əməlindən həmən Allaha tərəf dilvə gətir onu. Dilvə də gətirdin, Allah mənə bağışla. Yəni, dilə gətirmək olur istiğfar. İstiğfarı da deyir, qəbul eləyəcəm. Bu tərəfdən də buyurur, biri də budur ki, Allah buyurur, məndən istəyin. Əgər uduni əstəcib ləkum. İstəsiz icabət eləyəcəm. İstəməyi, duanı bizə öyrədib, bu tərəfdən də zamin olub ki, mən sizi eşidəcəm. Duavızı qəbul eləyəcəm. Bu yaxınlarda oxumuşdum, Çingiz Aytmatovda bir yerdə də bunu demişdim. Deyir ki, bəzi adamlar deyirlər, niyə istəyim axı? Niyə istəyim? Allah özü xəbərdardır. Özü xəbərdardır, niyə istəyim? Çingiz Aytmatov deyir, bəlkə sənin həyat kitabının bəzi vəraqlarında Allah belə bir söz yazıb ki, nə istəsin, nə olsun. Sən nə istəyəcəksən, nə olacaq? Ona görə deyir, istə. Bəlkə də səndən ona görə istəməyi tələb edir ki, istə, mən sənin istəyi yerinə yetirəcəm. Deməli, istiğfar eləsin, qəbul eləyəcək, tövbə eləsin, qəbulluğu zamin durub və həmçinin deyir ki, istəsin, icabət eləyəcəm. Sonra da buyurur, onlardan biri də budur ki, şükür eləsin, artıracam. Şükür eləsin, artıracam. Bu, Ramazan ayından önəmli səbəblərdən biri də şükürdür. Allahın bizə verdiyinə görə şükür eləyək. Oruc özü şükürdür, sağlamlığın şükürü. Sən sağlamsansa oruç tutursan, deyirsən, Allah şükür sənə. Oruc özü şükürdür. İnsan
səfərdə olmur, öz ailəsinin yanındadır. Sevgili Peyğəmbərimizdən bir hədisdə keçir, kişinin xoşbəxtliyindən biri də budur ki, onun ruzusu öz vətənindədir, ailəsinin yanındadır. Yəni bu adam ruzu dalıcı səfərdə, bəzi adamlar gedirlər, səfərdə olurlar, oruç tuta bilmirlər. Allah bütün hamısının işinə fərəc inayət eləsin. Bəzi adamlar əsirlikdədir, bəzi adamlar zindandadır. Allah hamısına fərəc inayət eləsin inşallah. Yəni bunlar önəmli məsələlərdir. Əgər bu gün sənə bu sağlamlıq verilib, amanda qalmaq verilibsə, səndən bunun müqabilində şükür istənir. Bu şükrü də hərə bir növ eləyir. Çətinliyə də bəzən şükür eləmək lazımdır. O biri deyir ki, bəzi şükrlər şükür etməkdən, naşükürlükdən də pisdir. Deyirlər necə? Deyir adam var da deyinirmiş həmişə mənim işim belə oldu, belə oldu. Bir ariflərdən biri ona deyir ki, belə eləmə, şükür elə, Allah islah eləyəcək bütün məsələlər. Bunun da başına bir problem gəlmişdi, belə qaldırdı başını, dedi şükür. O şükürü elə dedi. Yəni o şükür özü naşükürlüyün ən zirvəsində idi də, şükür elə dedi Allahla savaşa. Da bunu da başıma gətirdi. O şükür deyil, şükür budur ki, qəlbən insan ona razı olsun və başa düşsün ki, Allahın mənim barəmdə çıxartdığı hökm, mənim müqəddərat mənim xeyrimədir və bir gün açılanda pərdələr görəcəksən ki, o ki Allah verməmişdi, o sənə lazım idi. O hikmət üzündən idi. Sən onun sirrini bilmirdin. Demək 4 dənə məsələ bunlardır ki, Allah təbarək və təala bunları bizdən istəyib, özünə də bir zaminlik, öhdəlik götürüb. Yəni sən çağırsın, səsini eşidəcəm. Əgər tövbə eləsin, qəbul eləyəcəm. Əgər dilivə gətirsin tövbəni, yəni qəlblə peşman olsun, tövbə olacaq, qəbul eləyəcəm, dilivə gətirsin, istiğfar olacaq, eşidəcəm səni və şükür eləsin, artıracam. Bu ayda bunları eləmək lazımdır. İndi bu tərəfdən biz bəzən bunları unuduruq, müqabilində bir dördlük də var hədisdə. Eyni ilə belə bir məsələdir. Amma tam başqa mənanı əhatə eləyib, başqa mənanı ifadə eləyib. O nədir? Deyir, günahın özündən pis olan 4 dənə əməl var. Onlar günahdan da pisdilər. Nədir? Biri günahda israr eləməkdir. Əl-israr fiz-zəmb. Yəni sən günahda israr eləyirsən. Bir dəfə adam günah eləyib, indi günahın özündən də pis budur ki, da o günahı təkrarlayır sabah. Davamlı surətdə bu gün eləyib, da ar eləmir, sabah yenə onu təkrarlayır. İsrar eləmək günahın özündən pisdir. Yəni Allah təbarək və təala deyibsə qeybət eləməyin cəzası budur. Onda israr eləmək, ardıcıl qeybət eləmək onun özündən pisdir. O qeybətin özündən də pisdir. Sonra buyurur istiğar, yəni kiçik saymaq günahı. Bu da günahın özündən pisdir. Bu isrardan sonraki mərtəbədir. Bəzi adamlar günah eləyirlər, günahı kiçik sayırlar. Deyir, nə olub? O qədər böyük iş görənlər, məsələn, rüşvət alır. Deyir, cəmaat ixtilas eləyir, nə boyda rüşvətlər milyonlarla alırlar. İndi mən 1000 manat rüşvət almışam. Allah mənə nə edəcək ki? Günahı kiçildir. Fərqi yoxdur, sən pərdəni yırtmısan. Bəli. İstəyir kiçik günahla olsun, istəyir böyük günahla olsun. Deməli, günahı saymağın özü, kiçik saymağın özü günahın özündən daha pisdir. Sonra gəlir, deyir ki, əl-iftixar, günahla fəxr eləmək. Adamlar var, belə gəlir, danışır. Gedib bir günah eləyib, gəlir, birinin abrını aparıb, oturub deyir, üzünə dedim, belə cəmiyyətin içində biabır elədim onu. Abrını aparıb gəlib onu danışır. Allah yanında o böhtan atmaq, abır aparmaq, yalan danışmaq, içki içmək, zina eləmək, bu əməllər ki, nə qədər pisdilər, bunları gəlib fəxrlə danışmaq onlardan da pisdir. Fəxrlə. Niyə? Çünki sən bir dəfə Allaha üsyan eləyib pərdəni yırtmısan, indi o üsyanı gəlmirsən, danışırsan, mən belə elədim, gör belə yaxşı iş görmüsən. Sonra buyurur əl-istibşar. Sevinmək günaha, günahın özündən pisdir. Günahı eləyib danışır. Məsələn, cavanlığında ona zülm eləyib, buna zülm eləyib, qocalıb indi, gətirir o cavanlıq, günahlarından danışır, cavanlıq şəkillərini qoyur nəvələrinin yanında. Deyir, görürsən, bu qolumu görürsən, bu vaxt idi, qonşuya bir dənə vurdum, 5 gün ayağa durmadı məsələn. Onu danışır, mən vurduğum adam ayağa qalxmırdı, belə eləyirdim. Hamı məndən qorxurdular. O zülmləri ki, insanların haqqını tapdalamaqlar ki, var, onlar gəlib şəkilləri ilə də göstərir, belə fəxrlə, mən belə eləyərdim. Bunlar o sevinmək, günahla fəxr eləmək, daxilən xoşallıq, günahdan əldə eləmək, bunların hamısının əksi də olur bir yerdə. Bəzən bu bilirsiniz nə anlamdadır? Bu belə bilirsən, tövbədən də sonra bunlar olur. Bu da özü də günahdır. Çox böyük günahdır. Yəni öz sirri, öz eybi özün açırsan, özü də bir günahdır. Allahın pərdəsini yırtmaqdır, təzədən üsyan eləməkdir. Yağdırmırsan, adamdır sübh namazında dura bilməyib. Olub da indi hadisədir, baş verib, yatıb qalıb məsələn. Durub gəlib, harada oturur da, dura bilmədim sübh namazı. Deyir, o günahı təkrarlamaq lazım deyil, hədislərdə keçir. Günah eləmsən, tövbə elə, Allahdan bağışlanmaq istə. Böyük ariflərdən biri Ürvətül-Vüsqa sahibi, əsəri yazan adam deyir ki,
dərs deyirmiş tələbələrinə. Dərsdə günahın adın, bir günahdan danışırmış fiqh dərsində. Günahın adın deyir, bir dəfə dedim bu günahı, adın dedim, bir də dilimə gətirməyəcəm bunu. Deyirlər, ustad dərsdir də. Deyir, yox, mən istəmirəm o günah mənim yanımda o qədər kiçilsin ki, mən tez-tez onun barəsində adın çəkim. Yəni, günahı etməkdən söz getmir, ha. Günahın adını dilə gətirməyin belə vəzi, əsəri var insan ruhunda. Yəni, tez-tez onun adını çəkmək insanın zehnində, ruhunda kiçildə bilər o günahı. Ona görə ariflər onun adını dilə gətirməkdən çəkinirmiş. Amma biz bugün o günahın özünü də eləyirik, çəkinmirik. Günah eləmişsən, deyir, tövbə elə Allaha tərəf qayıt. Hər adam günah eləyə bilər də. Biri İmam Kazım əleyhissalamın yanına gəlir, deyir, ağa, bəzən biz görürük sizi sevənlərdən, tərəfdarlarımızdan biri günah eləyir. Biz ona fasiq deyə bilərik. Ağa deyir, xeyr, ona elə deməyin. Ona deyin, fasiq ol əməl. O əməli fisq əməli, pis əməl ondan baş verdi. Əməli deyin. Və tayyibur ruh. Onun ruhu pakdır. Zatı pakdır. Sadəcə o günah eləyib, əməlin pis deyin. Deyir, biz ondan bizarlıq eləyə bilərik, deyərik, bezdim səndən, məsələn. Deyir, yox, onun əməlindən bizarlıq eləyə bilərsiniz. Görmüşdünüz, qeybət eləyir. Özünü atmayın. Özünü atmayın da, əməlindən uzaqlaşın. Özündən uzaqlaşmayın. Çünki onun zatı pakdır. Onun zatı Əhl-i Beytin turabından yoğrulub. Ona görə onu sən zatına pis deyə bilməzsən. Onun qəlbində, ruhunda Əhl-i Beyt məhəbbəti var. Peyğəmbər məhəbbəti var. Allaha itaət ruhiyyəsi var onda. Bizdə bunu xüsusi bu məsələlər vurğulanır ki, hər adam günah eləyə bilər. Hər adam üsyan eləyə bilər. Hər adam səhv eləyə bilər həyatında. Amma bu ayı Allah istəyir bizə qərar verməklə bizi öz başımıza buraxmasın. Mən belə bir söz deyirdim ki, bizimlə Allahın fərqi bilirsiniz nədir? Biz günah eləyənlərin özündən vaz keçirik. Allah onların günahından vaz keçir. Biz onların özünü silirik, Allah onların günahını silir. Allah onları bağışlayır. Bağışlanmaq üçün də bizə yol qoyub. İlahi əntəlləzi fətəhtə li ibadikə baban və səmməytəhu bit-tövbə. İlahi, sən o varlıqsan ki, bizə tövbə qapısı açmısan. Və qul tətubu iləllah demisən, tövbə eləyin Allaha tərəf. Nəsuh tövbəsi eləyin Allaha tərəf. İlahi, həl yərcu əbdullah biqo illa ilah mevlah. İlahi, qapıdan qovulan qul öz ağasından başqa kimin qapısına gedə bilir? Sənin qapıva gəlir yağa. Sonra deyir, ilahi, dəhşət duadır, münacat xəmsəşər ki, məfatihdə İmam Səccad əleyhissalamdan nəql olunur. Dostlarımız bunu Ramazan ayında xüsusi oxusunlar. Bu 15-lik münacat var. İlahi, həl yərcu əbdullah biqo illa ilah mevlah. Və başqa duada bir yerdə deyir ki, ilahi, əlbəsətnil xətaya səvbən məzəlləti. Və cəllələni təbaudu minkə libasə məskənəti. İlahi, mən səndən uzaqlıq mənə miskinlik, fəqirlik libası geydirib. Səninləmsə padişaham, səninlə deyiləmsə heç kiməm. Səndən uzaqlaşıram, zillət libası, miskinlik libası əynimə geyilir. Bu xətalar, bu günahlar, ilahi, bunları bağışla. İlahi, əmatə qəlbi. Mən uzaqlaşdım, səndən qəlbim öldü. Fəəhihə bi tövbətin mink. Sənə qarşı dönüş eləməklə, sənə qarşı dönməklə, tövbə eləməklə istəyirəm onu dirildim. O qəlbi dirildmək istəyirəm. Allah təbarək və təala insanın xətasını görürdü, bilirdi. Ona görə insan üçün bir yol qoyub. Bu Ramazan ən gözəl fürsətdir. İnsan bütün qəlblərə toxunub, ondan geçsin, qəlbin alsın ələ. İnsan günah eləyib, kiminsə haqqun nas boynunda var. Həqqun nası ödəsin. Kiməsə qarşı zülm eləmişik, bağışlanmaq istəyək. Əgər bunları eləsək, zaten baxacağıq, görəcəyik, bu aləmdə hər nə, bütün varlıq hamısı bizi ilə həmsədadır. Hacı, sanki dünya Allahın əmrinə tabi olanların xidmətində olur. O üçün yaradıb da Allah dünyanı. Allah bu dünyada bir nəzm qoyub. O Şeyxut Taifənin ki bir sözü var idi, deyirdi, Allah aləmi nəzmə gətirdi, bu nəzm hərəkətə düşməli idi. Xanım Zəhranın məhəbbətini onlara öyrətdi ki, bunlar nəzmə gəlsinlər, nəzmə düşsünlər. Və görürsünüz, heç nədən ayrılmır. Heç nə, heç bir-birinin. Hələ necə yaradılıbsa o ilə də gedir. Amma bəşər itaətdən çıxa bilir. Bəşərdən başqa heç nə itaətdən çıxmır. Bəşər itaətdən çıxa bilir. Nəticə etibarilə təkvin aləmində o qanunlara əsasən onlar da bəşərin əmrindən çıxırlar. Onlar da bəşərə qarşı tənəffürlə yanaşırlar. Deməli, biz istəyiriksə bu aləmdə hər nə bizi ilə həmsəda olsun, bütün varlıq bizi ilə həmahəng olsun, onda günahsız yaşamalıyıq. Günahsız yaşayanda həm öz həyatımıza bərəkət gələcək, ömrümüzə bərəkət gələcək, həm ümumiyyətlə həyat sevgimiz çoxalacaq.
həyat sevgi. Yəni insanlar bəzən həyatdan bezirlər. Qəlb qaralır. Hamısına qara qəlblə baxır, ətrafa qara qəlblə baxır. Vəfasızlaşır insanoğlu bir-birinə qarşı. Amma insan günahsızlaşanda, ilahi niyyətlə addımlayanda görürsən ki, hər nə sanki Allah sənin üçün yaradıb sənə xidmət eləsin. Varlığı belə görürsən. Bəli, Hacı təşəkkür edirik. Allah razı olsun. Allah razı olsun. Allah elmimizə bərəkət versin. Təəssüf olsun ki, verilişimizin sonu yaxınlaşır Hacı. Allah razı olsun. Cümləmizdən Çox sağ olun. çox sağ olun. Allah razı Var olsun bir olasın. daha. Əziz dəyərli tamaşaçılarımız, verilişimizin sonuna gəlib çatdıq. Xuda hafiz deyirik sizə. Allah amanında olun.